Fərqli maraqları olan iki insanın eyni mövzuda tam razılığa gəlməsi nə qədər çətindir, bunu yəqin ki, öz həyatınızdan yaxşı bilirsiniz. Bu çox vaxt qeyri-mümkündür. İndi isə bunu qlobal miqyasa, yəni bir-biri ilə rəqabət aparan dövlətlərə tətbiq edin. Siyasət dünyasında fərqli ölkələrin eyni vaxtda eyni addımı atması, necə deyərlər, nadir bir təbiət hadisəsi kimidir. Aha, nadir və çox güclü bir siqnaldır. Və bugün sizinlə birlikdə edəcəyimiz bu dərin təhlilin missiyası masamızda olan cəmi bir cümlədən ibarət, amma qlobal miqyasda çox ağır çəkisi olan bir mənbəni incələməkdir. Sadəcə bir cümlə, hə? Bəli. Mənbədən gələn yeganə fakt belədir. İqtibas gətirirəm. 22 ölkə Hörmüzlə bağlı hərəkətə keçdi. Çox maraqlıdır. Yaxşı, deməli, gəlin bunu aydınlaşdıraq. Bircə cümlədə, amma arxasındakı güc doğrudan da inanılmazdı. Və siz bu gücün miqyası əslində birbaşa o rəqəmdə gizlənib. Yəni biz individual bir qərardan yox, düz 22 suveren dövlətin birliyindən danışırıq. Düz 22 dövlət. Bəli. Bu ölkələrin hər birinin öz bürokratiyası, öz daxili maraqları var. Tamamilə düzdür, öz daxili maraqları və fərqli xarici siyasət xətləri var. Mən bunu beynimdə canlandırmağa çalışıram. 22 fərqli ölkənin eyni anda hərəkətə keçməsi mənə nəhəng bir WhatsApp qrupunu xatırladır. WhatsApp qrupu maraqlı müqayisədir. Yəni təsəvvür edin, o qrupda 22 fərqli insanın sadəcə axşam yeməyi yemək üçün bir yerdə tam razılığa gəlməsi az qala qeyri-mümkündür. Hə, biri Asiya mətbəxi istəyəcək, o birinin vaxtı olmayacaq. Ay sağ ol. Ancaq burada söhbət 22 fərqli idarəetmə sisteminin egolarını və o iqtisadi fərqliliklərini kənara qoyub eyni ritmdə addımlamasından gedir. Məhz buna görə də mənbədəki o 22 rəqəmi adi bir statistika deyil. Bu əslində fövqəladə bir qlobal konsensusun siqnalıdır. Aha. Dövlətlər yalnız həyati təhlükə və ya çox böyük ortaq qlobal maraq söz konusu olduqda bu qədər sürətlə ortaq məxrəcə gəlirlər. Deməli, ortada bütün bu dövlətləri narahat edən ortaq bir məkan var. Çünki mənbədə hər hansı bir qitə və ya sadəcə okean deyil, konkret olaraq Hörmüz qeyd olunur. Məhz Hörmüz. Məni düşündürən odur ki, bu adın özündə necə bir cazibə və ya təcili vəziyyət var ki, hamını eyni anda bir araya toplayır. Burada ən maraqlı məqam odur ki, mənbə xüsusi olaraq Hörmüz sözünə diqqət çəkməklə əslində qlobal iqtisadiyyatın şah damarını nişan verir. Şah damarını. Bəli, yəni Hörmüz boğazı sadəcə xəritədəki dar bir su yolu deyil, söhbət qlobal neft tədarükünün təxminən 20%-ni keçdiyi bir boğulma nöqtəsindən, yəni kritik tranzit mərkəzindən gedir. Elədir ki, 20%. Yəni o su yolunda yaranan hər hansı bir problem, dünyanın o biri ucundakı insanın maşınına doldurduğu benzinin qiymətinə birbaşa təsir edir. Elədir ki, var. Hörmüz bağlanarsa və ya orada gəmilərin hərəkəti təhlükəyə düşərsə, qlobal enerji təchizatı zənciri iflic olar. Aydındır. Buna görə də Hörmüz adı çəkiləndə artıq əlavə izahata ehtiyac qalmır. 22 ölkənin birləşməsinin səbəbi sadəcə siyasi həmrəylik deyil, bu birbaşa olaraq öz iqtisadi qan dövranlarını qorumaq instinktidir. Bu tamamilə aydındır. Enerji və iqtisadiyyat hər kəsi hərəkətə gətirir. Amma sözün düzü, bir məqam mənim üçün hələ də qaranlıqdır. Buyurun. Və burada biraz etiraz etməli olacağam. Mənbə deyir ki, bu ölkələr hərəkətə keçdi. Axı hərəkətə keçmək çox ümumi və yuvarlaq anlayışdır. Hə, çox geniş mənası var. Yəni nə baş verir? Masada oturub diplomatik bəyanat imzalayırlar, donanma göndərirlər, yoxsa hərbi əməliyyata başlayırlar? Niyə mənbə bu qədər qeyri-müəyyəndir? Çünki geosiyasətdə qeyri-müəyyənliyin özü tez-tez hesablanmış bir silah kimi istifadə olunur. Silah kimi? Bəli, dövlətlər konkret addımı, yəni məsələn müharibə elanını və ya hərbi gəmi göndərdiklərini açıqlamadıqda, bu onlara diplomatik manevr sahəsi saxlayır. Bu əslində qarşı tərəfə verilən çox incə bir xəbərdarlıq atəşidir. Aha, yəni biz buradayıq, birlikdəyik, amma növbəti addımın nə qədər sərt olacağı vəziyyətdən asılıdır demək istəyirlər. Düz tapdınız. Bu, eskalasiya, yəni gərginliyi artırmaq üçün açıq qapı buraxmaqdır. Detalların verilməməsi qətiyyən təsadüfi deyil. Deməli, rəqibi təxmin etməyə məcbur edirlər. Və eyni zamanda 22 ölkənin vahid cəbhə kimi formalaşdığını göstərmək istəyirlər.
dərhal müharibə və ya fiziki müdaxilə elan edilmədən belə, bu koordinasiya mexanizminin işə düşməsi özü-özlüyündə böyük bir güc nümayişidir. Bəs bütün bunlar dinləyici olaraq sizin üçün niyə önəmlidir? Biz hər gün saysız-hesabsız informasiya və xəbər axınının içindəyik. Bəli, səs-küy çoxdur. Ancaq qlobal güclərin eyni anda bu cür koordinasiyalı şəkildə hərəkətə keçməsi, dünyadakı informasiya səs-küyündə mütləq diqqət etməli olduğunuz nadir siqnallardandır. Tamamilə. Bu beynəlxalq sistemin həyazan təbili çaldığı andır. Üstəlik, bu vəziyyət qlobal enerji zəncirinin nə qədər həssas olduğunu və coğrafiyanın beynəlxalq münasibətlərini necə diktə etdiyini bir daha sübut edir. biz bugün o tək cümlənin arxasındakı iqtisadi və strateji dərinlikləri üzə çıxardıq. Qısa amma çox mənalı bir cümlə idi. Amma sağollaşmazdan əvvəl bu fikri özlüyünüzdə düşünməyinizi istəyirəm. Əgər bugün Hörmüz boğazı kimi dar bir su yolu 22 fərqli ölkənin aparatını eyni anda hərəkətə gətirə bilirsə, görəsən gələcəkdə hansı coğrafi nöqtə və ya qlobal hadisə dünyanı bu cür ani və birmənalı şəkildə birləşdirmək gücünə sahib olacaq?